Xurma və qozu birlikdə istehlak etmək həm ləzzətli, həm də sağlamlıq üçün faydalı bir vərdişdir. Bu iki qida bir-birini tamamlayan xüsusiyyətlərə malik olduğundan, birlikdə istehlak edildikdə bədəninizə çoxlu faydalar təmin edir. Xurma təbii şəkərlə zəngindir, sürətli enerji verir. Eyni zamanda tərkibində kalium, maqnezium, dəmir və B vitaminləri var. Qoz isə omega-3 turşuları ilə zəngindir. Ürək və beyin sağlamlığı üçün faydalıdır. E vitamini, maqnezium və antioksidantlardan ibarətdir. Zülal və sağlam yağlarla uzun müddət toxluq hissi təmin edir. Bəs yaxşı, xurma və qoz birlikdə yeyildikdə nə baş verir? Birinci, qan şəkərini balanslaşdırır. Xurmanın təbii şəkəri və qozun sağlam yağları qan şəkərini ani dalğalanmalardan qoruyur. İkinci, enerji verir. Xüsusilə sıx bir gündən əvvəl və ya təbiət gəzintiləri zamanı əla qəlyanaltıdır. Üçüncü, immuniteti dəstəkləyir. Tərkibindəki vitamin və minerallar sayəsində immunitet sistemini gücləndirir. Dördüncü, şirin istəyini sağlam yollarla təmin edir. Təbii desert alternativi təklif edir və lazımsız yeməklərdən uzaq durmağınıza kömək edir. Beşinci, həzm sistemi üçün dəstək. Xurmanın tərkibindəki lif və qozun sağlam yağları bağırsaq sağlamlığını yaxşılaşdırır.